Hər vaxtınız xeyir olsun. Gündəm xəbərinin efirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Qeyd eləyək ki, bugün noyabrın 29-udur və noyabrın son gününə olan hava haqqında məlumatı məhz Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, noyabrın 30-da gözlənilən hava şəraiti isə məhz belədir. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz isə 14-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda da hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var və bəzi yerlərdə arabir duman olacaq və şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz isə 13-16 dərəcə isti olacaq. Dağlarda isə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 5-10 dərəcə isti olacağı proqnozlaşdırılır.